Çoxunuz bunu kosmetika istifadə etmək üçün istifadə edir, amma bilirdiniz ki, bu tək kosmetika üçün deyil. Bunun əslində bir dənə də maraqlı sirri var. Rəsmdə də istifadə etmək olar. Necə? Düşünürəm mənim əl işlərimi də görmüsüz və yəqin ki, sual vermisiniz. Bu üzü belə təbii şəkildə necə doldurub? Mən bundan istifadə edirəm. İndi sizə izah eləyəcəm necə. Məsələn, görürsüz, mən burada ştrix atmışam. Bu qubqanı nə üçün istifadə edirəm? Baxın, yayanda iz qalmır. Siz bunu barmaqla yayanda iz qoyacaqsınız. Hər istər-istəməz ləkə qalacaq. Və ya sıxılmış kağızdan istifadə edəndə o sıxılmış kağızlar ümumiyyətlə daha çox detallarda istifadə olunur. Məsələn, siz bu hissələri işləsəz, üz cizgiləri nəzərdə tuturam. Onda təbii ki də onu istifadə etmək olar. Amma üzün tonlamasını verəndə o qubqa daha rahatdır ki, belə bir izlər qoymur. Səhifəmdə belə məlumatlar çox verirəm. İzləyin. Daha da belə çox videolar gəlsin.